ertəsi müharibə günü mən yaralıları zalda təmizləyəndən sonra nəysə Ceyran həkimdən oturmuşdu. Dedim Ceyran həkim, 3 şəhid gəldi, 3 yaralı gəldi. Dedim mən buradakiləri ilahladım, gedirəm morğa. Getdim 3 dənə şəhid gəldi. Əqusda durdum onun böyründə, bir Nasılkada gəldi. Dedim ana gözü çıxsın, bu boyda şəhid olar. Dedim ay Allah, bunun anasına qayracaq. Neyse yaxınlaşırdım ötən yaxınlaşanda gördüm ki bundan da çoxlu qan axır. Gördüm ki tapıltı ilə qolu dəydi yerə. Getdim ki yaxınlaşam ki örtəm. Gördüm Ceyran həkim məni çıxartdı çölə. Demir məndən qabaq bilir ki o sevdanın oldu. Mən gəldim Zala gələndə nəysə kürəyim mənim alışdı, yandı. Dedim nəysə ötəri bir şeydi. Yenə də inanmadım. Mən anlatdılar ki, sən oğlunla danışmışsan. Dedim ki, danışmışam. 28-dən danışdım. Sentyabrın səhəri 29-una keçəndə danışa bilmədim. Nəysə, düşdüm, otdum nəysə pilləkəndə oturanda Tahir gəldi bizim yanımıza ki, Sevda, Sərhədlə bu gün danışmışsan. Dedim yox. Dedim ki, yox, dedi ki, gedək bizə, sizə töyüxtücə töymüşük, qonağımız gəlib Bakıdan, onu təmizləmək. Mən qapıya gedəndə, mən bacım, böyük bacım dedi, Allah rəhmət eləsin, o mənə qayıtdı ki, sən nəyə gəlmişsən? Dedim, gəlmişəm ki, evə gətirə bilmirəm nədir. Elə qapıya çıxanda Tahir dedi ki, və Sərhəd şəhid olub. Dedim, şəhid nədir? Mən biləm axı şəhid nədir? Dedim, şəhid nədir? Yalan deyirsiniz. Neyse elə belə çömüşdüm arxaya, pişələri vurub sındıranda gördüm ki, skori gəldi, dayandı. Dizin getdim onun qabağına. Dedim, yalan deyirsiniz. Onu orada qoydum, qaçdım xəstəxanaya. Getdim, otdum meyitxanada. Meyitxanada otdum, dedim ki, onun gəlişim mənə görkədi, mən inanmıram. Gəldim, baxdım, gördüm ki, özüdür. Sonra neyse onu qəbristanlıqda açdıq. Mənə demişdim, oğlanımız demişdik, açacağım. Ona açdım, sıqaladım, dedim, bunun nəyi var, heç nəyi yox. Ama belə sığalayında elim getdi beyninə. Plenkalı zaddı. Amma mən ağayım, arzulamışdım ki, qardaş, arzulamışdım, o sağ-salamat gəlsin. Boyun demişdim ona, demişdim ki, ona toy bayramı eləyəcəm. İtlə qabağa durub yarı çəkəcəm, o salamat gəlsin. Gəlmədi, arzularım qarımda qaldı. Amma sən çox istədim ki, onun toyunda sən iştirək. Belə balamıydı, o da getdi. Ama sevinirəm, ama fəxr edirəm ki, onlar 2 altıda onlar tarix yazdı. Onlar əbədi getdi, onlar yaşadı, bizi hiç bilmirəm. Təbir olsun, evazarı ya. Mənim oğlum var ya. 44 gündə, bax bu 44 gündə hamısı belə, bacılarımın hamısı belə, bayraq orada, şans vaxtı, belə qoçaq olub, bir rəhmətli təmin demək, özün and olsun, Allah'a qabağına malik özün tutar, özün bırın geləsimək, Gelip gitme muhabbile, ediyor, gideceğiz mama. Benim bala, kardeşim bir şehit oldu. Mama, ben biri gazeteci, bir şehitlik ediyor mama. Gideceğim ama torpağım ahırmatan alacağım. Dedim bala, Ermenisi, dedi Ermeni kimdim, ben Ermeni'den korkam. Bak, Allah onun öz adı. Dedim, Ermeni benden korktum. Ermeni kimdi, ben ondan korkam. Hele deyəndə, dedim bala, mən ona nə deyim, getdi, aldı terrorda, bir gündə neçə rayon aldılar, neçə kəmdə aldılar. Mən balalarımızın hamısı, qoçaqlarımızdır, hamısı şəhətdə, hamısı bizim balamızdır. Deyəcə, bax, heç ana onu seçə bilmir. Qazilər hamısı balamızdır. O qan, ora tökülür Qarabağa. Xahiş edirəm, bu Azərbaycan xalqına oranı ziyarət eləsinlər ki, şəhidlərimizin qanı tökülür, qazilərimizin qanı tökülür. Qurban olaram hamının balalarına, şəhid balalarına, balam elə getdi. O günü bircə dəfə dedi ki, qurban olun başı ağzını, hiç kimi yarabbim. Onun sözü o, heç vaxt mənim balalarım Ermənidən qorxmayıb. Şəhidlərimizin hamısı atayla balalarını demirəm.
Şəhidlərimizə can sağlığı versin. Allah prezidentimizə qüvvət versin ki, belə ordumuzu canı saxlasın ki, belə ordumuz var. Onlarla fəxr edirəm mən ki, şəhidlərim belə qəhrəman olur. Erməninin qabağına qorxmamış gelib, nə bala yada salır, nə ata yada salır. Ancaq vətənpərvər olur. Vətənpərvər olur. Qanunları tarixlə yazırlar. Bizim balalarımız. Allah rəhmət eləsin. Mən də indi Allah Ələddin Qəmbərə də rəhmət eləsin. Gəlmişdim, gəldim. Sizi burada gördüm. İnan, söz verirəm sizə. İnşallah bu yaxınlarda hər ikinizin evinə də gələcəm və qəbrini də ziyarət edəcəm. Sənin də o arzuları orada yerinə yetirəcəm. İndi əlimizdən bu gəlir. Başqa bir şey. Sizə qurban olun. Siz bizim qəhrəman analarımız. Qarabağ deyiləm onu, bax. Siz necə mənlə fəxr edirsiniz, mən də vallah sizlə azad Bir görüşsəkdə de ben okuyanda bir de ümumiyyətlə bir şəhidlərə aid bir mahnı. mütləq. Vətən mahnısı var. Onsuz da vətən oğlum, az da çox Onu olmuşam. Onun Var, çox. İstəyərəm